Dünyaya burada cümle cemaatinde uzaydan Allah ruzlarını bereketli versin. Allah kolaylarını versin. Yavaş yavaş. Allah'ın bağışlasın. Bir alkışlayan bəyimizi ürəkdən düşmən belə sındıran bir gözəl alkışlar gəlsin və Müsal bəy inşallah məclisə daxil olur. Səfa verindi göylərə, səfa verindi göylərə, xatiri peyğəmbərə, xatiri peyğəmbərə, deyir mələklər heylərə, deyir mələklər heylərə, bu toy mübarək, bu toy mübarək, Allah rızası olan bu toy mübarək, bu toy mübarək, bu toy mübarək, Allah rızası olan bu toy mübarək. Allah mübarək eləsin. Bir gözəl almışlıyıq bəyimizi. Hər sənələrimiz var olsun. Sən olmayan rəvalət qarşısında o sahədə olsun gözəl Allah İskəndərlə xeyir işlər olsun. Bəyin əziz qonaqlar, Qari Quranımız Salam qardaşımıza inşallah söz verəcəyik. Gözəl Quran ayələri davət olunacaq. Bir neçə dəqiqə diqqətlə dinləyin və inşallah biz məclisdə aşıqlar heyəti olaraq xidmətimizəyik. Quran oxunan zaman dinləyin. Dinləyin ki, Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Kul a'udhu bi rabbin nas, malikin nas, ilahin nas, min şerril vesvasil hannas, الذي يوسوس في صدور الناس من الجنة والناس. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله أدهار على رسول الله وآله أدهار على رسول الله وآله أدهار. الله عليه. Allah, ya Allah. Muhammed və Ali Muhammedə uzalı bir salavat zikr edəyək. Allah razı olsun salam qardaşımızdan. İnşallah ki, hər bir məclisin, hər bir elin, ozalın, ağsaqqalları var. Bizim bugünkü Müsal bəyimizin böyüyü, ağsaqqallı, Akif dayını inşallah ki, dəvət edəcəyik mikrofona ki, xeyir duasını versin, qonaqları salamlasın və inşallah biz məclisi açıq elan edəyik. Bəyimizin gözəl qardaşları var, şəxsən bizim münasibətimiz var, tanışlığımız var. Siyavuş qardaşımız, Məşədi Orxan, onların da öz təbrikləri var, ürək sözləri var. İnşallah bəyimiz üçün buyuracaqlar. Ya Allah, Akif dayı, buyurun, söz sahibi sizsiniz, məclis sahibi sizsiniz. Xeyir dua verin, inşallah. Biz də aşıqlar heyəti olaraq xidmətimizdəyik.
Allah həmişə sizin evinizdə, ocağınızda o bu cür Allah bəyənən məclislər, İslami gözəl tədbirlər nəsib edilsin. Buyurun. Gelen Kur'anlar hoş geldi. Çok mübarekti. Allah xeyirler versin. Hoşbat olsun. Ya Allah, Bismillahirrahmanirrahim. Hamınız hoş geldiniz. Allah xoşbəxt eləsin, oğullu qızda olsun inşallah. Ya Allah, Allah xoşbəxt eləsin, oğullu qızda olsunlar. Qardaş, Allah sənə xeyir versin, xoşbəxt olasan. O gün olsun, solduşu üçün də belə bir ziyafət qurulsun. Sağ ol. Alqış düşmür başlarına. Sənləriniz var olsun. Sənə tənha gecəmə ay mı deyim? Səni biçarələrə tay mı deyim? Özümü divanələrə tay mı deyim? İmam Zaman Aleyhisselam'ın şənlə yazılmış gözəl bir ilahidir. İnşallah hürmətinizi ərz edirəm. Yazdığım vərəqlər kəfəndi mənə, təkcə bu dərdi qəmin təndi mənə. Ayağım yetməyən yerinə təndi mənə, sənsizlər yer mənə qürbət qırağa.
eləmə, ay mı deyim? Allah bir daha mübarək eləsin, Musa qardaş. Bilirsiniz də, biz balıqçılarda hələ olmamışdı bu vaxta qədər. Bizim Müsal bəyin gözəl bir kəndi var, bir malikanəsi var, bizi də qonaq elədilər. Allahdan deyirik ki, Allah sizin elə obiya bir bərəkət versin, inşallah. Və mən istəyirəm Həzrət Əli Əleyhisselamın şəhərinə yazdığımız bir gözəl şeir var, Müsal. Bunu deyək bizdən həm sənə, həm qohumlara, həm də ki, qürbətdəki qardaşlara bizdən ərmağan olsun. Söylə, Əli Qur'andır və Qur'an Əlidəndir. Söylə, Əli Qur'andır və Qur'an Əlidəndir. Qur'an çağırışdır, Qur'an çağırışdır, amma iman Əlidəndir. Bil ki, ey Vüsal, Muhammedin sünnətidir bu. Bir övlad əgər olsa müsəlman Əlidəndir. Bir övlad əgər olsa müsəlman Əlidəndir. Toy etmək ibadətdir, bu fərman Əlidəndir. Söylə, Əli Qur'andır və Qur'an Əlidəndir. Qur'an çağırışdır, amma iman Əlidəndir. Vicdanı olan kəs dana bilməz onu əsla. Hər kimdə ki var qeyrət vicdan Əlidəndir. Hər kimdə ki var qeyrət vicdan Əlidəndir. Söylə, Əli Qur'andır və Qur'an Əlidəndir. Getdikdə rükuya, o nəzir etdi fəqirə. Qur'anda namaz üstəki ehsan Əlidəndir. Qur'anda namaz üstəki ehsan Əlidəndir. Söylə, Əli Qur'andır və Qur'an Əlidəndir. Çox öyünməsin Muhammədə beyyət edənlər. Çox öyünməsin Muhammədə beyyət edənlər. Peyğəmbərə ilk əhd və peyman Əlidəndir. Peyğəmbərə ilk əhd və peyman Əlidəndir. Bir gün gələcək o əlinin zülfü qarıyla. Hər kəs görəcək sahibi dövran Əlidəndir. Siz bilirsinizmi, ne üçün Hüseyin aşıqıyıq biz? Çünki damarlarında axan qan Əlidəndir. Çünki damarlarında axan qan Əlidəndir. Və indi sizə mən bir beyt deyəcəm ki, məşədir. Bu beytin sonunda sizdən bir gözəl alqış istəyəcəm. Çünki bu Azərbaycan haqqındadır. Bilirsiniz, Babəş Xürrəminin dövründə Vüsal bəy, Abbasi xəlifələri belə bir şayələr buraxmışlar qəsdən ki, Azərbaycanlılar qeyrətsiz millətdir. Onlar namus qeyrət bilməzlər əsla. İmam Rıza əleyhissalam məhz həmin Abbasilərin dövründə öz bacılarını və qızlarını məhz bizim diyara göndərdi. Bizlərə əmanət elədi və Azərbaycan xalqı da onlara qucaq açdı. Bilirsiniz də, Peyğəmbərin əmanəti idi. İmam Rıza əleyhissalamın ailəsi Peyğəmbərimizin əmanəti idi. Çox müsəlman ölkələri var idi həmin dövrdə. Çox yerlərə gedə bilərdilər, çox yerə sığına bilərdilər. Amma məhz Azərbaycana üst tutdular. Burada bir hikmət var idi. Burada bir səbəb var idi. Çünki Azərbaycan haqqında 70'e yaxın hədislərdə duyurulub. Onlardan bir ikisini qısa deyəcəm sizlər üçün. Ruhanilərdən, elm əhlindən çox üzr istəyirəm.
İmamlar Peyğəmbər sallallahu buyurur və Peyğəmbərimiz Cəbrail əmindən, Cəbrail əmin Allahdan buyurur ki, Allah söylədi, Azərbaycan bizə mütləq və mütləq lazımdır. Səhih hədis. Mən sizə bir beytlə deyəcəm, ona sizdən gözəl bir alqış istəyəcəm. Diqqətlə qulaq asın. Mir Mösüm ağa, ya bibi heybət, ya rəhimə. Adlar çox demək olar. Məhz bu regionda da, Azərbaycanın bir çox bölgələrində də, hətta Peyğəmbər qəbri də var, imamzadələr də var, pirrə ocaqlar da var. Və bu axır illərdə müsəlmanların arasında bəzi viruslar yoluxub ki, onlar pirrəli ocaqların ehtiramını aradan aparmaq istəyirlər. Amma bizim dədə-babalarımız hamısı o pirlərin, ocaqların, seyidlərin, övliyaların kəramətlərini görürlər. Ocaqlar sınanmış ocaqlardır. Neçə insanlar şəfayət tapırlar. Mir Mösüm ağa, ya bibi heybət, ya rəhimə, bu izlər ilə Azərbaycan əlidəndir. Bu izlər ilə Azərbaycan əlidəndir. Azərbaycan əhl-i beyt diyarıdır. Və bugünkü gün Rasim bəyin də bu cür dini İslami məclis qurmağın nişanəsi bu sözlərin bir təsdiqidir ki, Rasim bəy özünə Allah istəyən İslami bir məclis qurub, Akif kişi xeyir duasını verib, qardaşları da dəstək olub ona, Məşədilər, Kərbəlayilər, Hacılar onu təsdiq edir ki, bəli, biz əhl-i beyt diyarıyıq. Söylə, Əli Qur'andır və Qur'an Əlidəndir. Qur'an çağırışdır, amma iman Əlidəndir. Hər kəs ənam aldı o gözəllər gözəlindən. Bu bizdəki təbdə Şah-ı Mərdan Əlidəndir. Can üstə olan qeyri təbib istəmərəm mən. Ya Rəbb, var isə dərdimə dərman Əlidəndir. Hər kəs gələcək məhşərə öz sevdiyi ilə, Rasim də edər eşqini elan Əlidəndir. Bir gözəl alqışlar gəlsin bizim bəyin şəhərindən. Üzr istəyirəm, bizə burada bir çox adlar yazılıbdır. Müsal qardaş, çox-çox üzr hesab edin. Bayaqdan bir neçə adlar deyilir, pozulur, yazılır, gah Məşədi Ramin qardaşın adı yazıldı, gah Salamın adı yazıldı, gah qırardan adlar biraz qarışıq düşür. Ona görə üzr hesab edin. Və mən istəyirəm ki, əziz qohumlar, məclisin bu anında bizim qardaşlardan Elxan Müntəzir buradadır. Onun da Əli Əleyhisselam haqqında gözəl bir əli yazması var. Mən Əlinin quluyam, Əli şahımdır mənim. Həm də bu məclislər biraz vəhdətlik təşkil edir. Bax, əziz ağsaqqallar, əziz qohumlar. Şairlərə biraz təb vermək lazımdır, həvəs vermək lazımdır. Yaxşı sözlər olanda bir əhsəndən, bir sağ oldan deyərsiniz inşallah. Ya Allah Kərbəlayı, mən Əlinin quluyam, Əli şahımdır mənim. Ya Allah Kərbəlayı, Allah getməyənlərə də nəsib eləsin. Uşağın da gözləri intizardadır. Məşəd niyyəti var, Kərbəla niyyəti var. Ya Allah. Kərbəla. Bismillahirrahmanirrahim. Axşamınız xeyir olsun qardaşlar. Mən də Vüsal bəyə təbrik edirəm. Uzun ömür, can sağlıq. Allah kömək olsun. Yalla başlayın, sən başlayın. Mən Əlinin quluyam, o mənim şahımdır. Mənə bu lütfü verən böyük Allahımdır.
mən əlinin quluyam, o mənim şahımdır. Mənə bu lütfü verən böyük Allahımdır. Mənə bu lütfü verən böyük Allahımdır. Yarın yaşamından erer. Yine zülmet gece gözümlerde yaşamından erer. Elde tesbihten bir nökteye fikrim yöneler. Seçerim söyleyerek cali bir deneler. Giderim zikri bir anda fezaya vermem. Ümmetin natiki Kur'an'dır. Allah'ın şiirin aslandır. Kim onun aşığı yarı odur. Ona heyranlar heyrandır. Kim onun aşığı yarı odur. Ona heyranlar heyrandır. Ben Ali'nin kuluyam, o benim şahımdır. Mənə bu lütfü verən böyük Allahımdır. Mənə bu lütfü verən böyük Allahımdır. Sual etdim ne üçün ömrümü gafil sürürəm. Sual etdim ne üçün ömrümü gafil sürürəm. Beni çaşdırdı bu dünya malı yarım bilirəm. Eylədim tövbə və gəldim namaza söz verirəm. Qılaram şövqülə vaxtımda qəzaya vermərəm. Nəzirə düşdüm onun təsirinə, uydum o şeytana haqqın yerinə. El asılıb yalvarıram indi xuda, məni əff et əlinin xatirinə. El asılıb yalvarıram indi xuda, məni əff et əlinin xatirinə. Mən əlinin quluyam, o mənim şahımdır. Mənə bu lütfü verən böyük Allahımdır. Mənə bu lütfü verən böyük Allahımdır. Münafık adamların qəlbi qorxudan döyünər. Münafık adamların qəlbi qorxudan döyünər. Sahillə sahib olan Rəbbinə görünər. İmam aşiqlərinə düşman olanlar sürünər. Ben olanlardan olmaram, ömrü bizaya vermərəm. Düşmənin dərdinə əncam yoxdur. Ona məhşər günü bayram yoxdur. Buyurub Həzrət Peyğəmbərimiz, Cəmaət əleyhsiz İslam yoxdur. Cəmaət əleyhsiz İslam yoxdur. Mən Əlinin quluyam, o mənim şahımdır. Mənə bu lütfü verən böyük Allahımdır. Mənə bu lütfü verən böyük Allahımdır. Soxanır zövq alıram, həsrəti hicranım mənim. Soxanır zövq alıram, həsrəti hicranım mənim. Hüseyincilərdən var etdi peymanım mənim. Olarsa Allaha xatir olar ehsanım mənim. Heç bir məqamda əməllərini yara vermərəm. Təvəssül eyləyəm Mövlaya, Rəbbini and edirəm Zəhraya. Səni aşiqləri əhv eyləmiş, Allah'a
Burada bizim Üsal bəyin adına ki, inşallah əl yazmalarımız olacaq və bizim Məşədi qardaşlarımız, dostlarımız var burada. İnşallah ki, ruhanilər Xudavənd aləm tezliklə İmam Zaman Aleyhisselamın zuhurunu təzil eləsin və bizlər də o xanımın inşallah ziyarətinə gedək. Əvvəl Məşəd Üsal, Kərbəla, Həc, inşallah sonra da Allah kərimdir. Ağamız gəlib çıxar. Bizi əhv eylə Xuda, hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Ya Allah. Bizi əhv eylə Xuda, hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Bizi əhv eylə Xuda, hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Onun ayloy yerinə Qur'an oxur Cəbrail. Onun hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Və həya mülkünə laxan, o mələklərdən uca hər iki dünya xan. İntizarındadır cənnət görə Zəhra xanımı, məsum əllər bəziyib cənnət-i Zəhraya görə. İntizarındadır cənnət görə Zəhra xanımı, məsum əllər bəziyib cənnət-i Zəhraya görə. Bizi əhv eylə Xuda, hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Hikmət-i Zəhraya görə. Bizi əhv eylə Xuda, hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Bizi əhv eylə Xuda, hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Deyirlər gəlməlidir Yusifə bənzər birisi, zühurun təcil elə həsrət-i Zəhraya görə. Bizi əhv eylə Xuda, hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Bizi əhv eylə Xuda, hörmət-i Zəhraya görə. Bizə lütf eylə Xuda, İzzət-i Zəhraya görə. Bizə qeyrət verəsən, qeyrət-i Zəhraya görə. Və əziz qonaqlar, və mən istəyirəm ki, bu cür gözəl Allah bəyənə məclislər nəsib edəsin. Buyurun əmin. Gəlin lan, gəlin. Biraz qana gəlin. Aziz qonaqlar, xoş gəlmişsiniz. Allah bu xeyir işlər sizə də qapıza qismət eləsin. Mənim qardaşımı oğlayıb sana Allah xeyir versin. Allah xoşbəxt eləsin. Oğullu qızı olsun.
gül olsun, Akif nəvəsini, Şalır balacası doyurup burada keçirsin. Allah xeyir versin, Allah xoşbaxt versin. Çok mübarekliği Allah xeyir versin. Güzel oğullu kızlı olacaq. Təbrik edirəm. Mən də təbriklərə qoşuram. Gələn qonaqlara xoş gəldin deyirəm. Vüsal qardaşımın balasından xeyir dua arzulayıram Allah'tan. Allah sizdən razı olsun Akif mənim. Belə məclislərə iştirak edirsiniz. Sağ olun. Allah sizi var eləsin ki, siz bizim dinimizi yaşadırsınız, uzadırsınız, tərqid edirsiniz. Sağ olun. Allah sizdən razı olsun. Akif qardaşıma göz aydınlığı verirəm. Gözü doğrusu görsün. Vüsal, Allah səndən razı olsun. Sən düğünlərə sübut elədin ki, həyatda insan nə istəsə Allahın köməyinə onu edə bilər və edə bilər. Allah sənə ruzu bərəkət versin. Allah sənə istədiyi arzuya çatdırsın. Sağ ol, təbrik edirəm sənə. Allah razı olsun. Bizdən Allah'tan uzun ömür, can sağlığı, sağlık ediyor. Sama-sama. Saya cek dulu kasih saya kira-kira. Ya Allah, ya Allah. Zamanlar, xalaoğlanları, dayıoğlanları, kimlər zamanlar ikindən ki, yəni ki, sabah deyim, axsaqlarlar istirahat eləsinlər, inşallah bitirici ibarəsi və insanda üstü-rüsal müvaqiyyətin olan onun üçün sivir kimi yadigar qalsın, inşallah zamanımızdan bir yadigar var olsun. Yalnız Allah. Vüsal bugün və yollandı deyirlər, Vüsal bugün və yollandı deyirlər, gözləsin müsəlmandı deyirlər, gözləsin müsəlmandı deyirlər, Vüsal bugün və yollandı deyirlər. Əlləri yerdə var, bir bırak. Şeytanın sözünə uyarsan, oğlun olar adlı əli qoyarsan, çünki o şah-ı mərdandır deyirlər, çünki o şah-ı mərdandır deyirlər, Vüsal bugün yollandı deyirlər, özü də əsil müsəlmandır deyirlər. Məşəlidən ala süfləni, onun dolları şahandı deyirlər, onun dolları şahandı.
Qardaşlar eləyir onu ilə iftixar, qardaşlar eləyir onu ilə iftixar. Bu məclisdə bir nəfər də məşədi var, o qardaşımdır, Orxandır deyirlər, o qardaşımdır, Orxandır deyirlər. Vüsal bugün bəy Orxandır deyirlər, özü də əsl müsəlmandır deyirlər. Söz deyilən qiymətin Allah verər, şairin sözü ehsandır deyirlər, şairin sözü ehsandır deyirlər, Vüsal bugün bəy Orxandır deyirlər, özü də əsl müsəlmandır deyirlər. Allah necə buyurub kəlam deyərsən, çalışarsan fikrimi tam deyərsən, Hacı Fəramizə salam deyərsən, Hacı Fəramizə salam deyərsən, o qardaşlara təkandı deyirlər, o qardaşlara təkandı deyirlər, Vüsal bugün bəy Orxandır deyirlər, özlərsə müsəlmandır deyirlər. Bəyimizi bir almışlayaq, inşallah bir yerdə ya Hüseyin, ya Əli deyərik bəy, hə? Bugün zikr edəyək də inşallah, Əli Bey məndisidir. Ya Hüseyin hamı deyir, ya saqqallar, qohumlar. Bilirsiniz, bu məclislərin o birisi məclislərlə bir fərqi var. Var maddi qida, var mənəvi qida. Bu məclislər ona görə təşkil olunur ki, burada insanlar İslamdan, şəriətdən özləri üçün biraz mənəvi istiqamət eləsinlər. Bir ya Hüseyin deyirsiniz, bəlkə də qismət ola sizə bundan sonra olmayan əziz balıqçılar kəndinin əhli. Bundan sonra sizə bir də qismət ola olmaya beləsin İslam məndisi. Təşviş olur. Bir yerdə bir ya Hüseyin deyək, bir ya Əli deyək, inşallah biraz ruhumuz təzələnsin. Hazırsınız, bir yerdə deyəsin, ya saqqallarla, qardaşlarla bir yerdə. Eşqində divanə mənəm, deyərəm şam-ı səhər qasim, şəm-ü və pərvanə mənəm, yaram şam-ı səhər qasim. Eşqində divanə mənəm, yaram şam-ı səhər qasim, şəm-ü və pərvanə mənəm, yaram şam-ı səhər qasim. Muhərrəmün gələr ona, adın düşər dillərə, sən alasan məsarufi, eylə nəsib bizlərə, dərdə dəva
Razısınız? Ey dinim imanım Əli, ey dinim imanım Əli, dilim gözüm canım Əli, dilim gözüm canım Əli, ya Əli, ey dilim imanım Əli, ya Əli, dilim gözüm canım Əli, ya Əli. Məşədir, gəl məşəd oxumayacaq valla, bundan sonra oxumayacaq, gəlin bir göstərək, yazlar. Aslanım Əli, ey şirin aslanım Əli, ey dilim imanım Əli, ya Əli, dilim gözüm canım Əli, ya Əli. Əli sevən şöylələrin həmişə səhası var. Olmuş əlinin alını verəməyim, bizlərə verməyirlər. Şirin olmayı ikisi sefer, ha? Bir yılın alışına gelsin, sen bu olmadan alışına. Başkaları aldı hilafet boyu, yeryüzünden hak elanet boyu, seni mənə peygamber emanet boyu, seni mənə peygamber emanet boyu, Natiq-i Kur'an-ı Əli, Natiq-i Kur'an-ı Əli, ey dilim imanım Əli, ya Əli, dilim gözüm canım Əli, ya Əli. Mələklərdir ona salam eyləyən, odur sənin yolunu davam eyləyən, sənin hüccətini tamam eyləyən, olaydı mehmanım Əli, olaydı mehmanım Əli, ey dilim imanım Əli, ya Əli, dilim gözüm canım Əli, ya Əli. Bir misal alabilirim yani. Biz olmasak da əcdadı balay, Tanrı edeydi övladı balay. Bugün toy eyləyir adı balay, bugün toy eyləyir adı balay. Vüsalda yollanım Əli, vüsalda yollanım Əli, ey dilim imanım Əli, ya Əli, dilim gözüm canım Əli, ya Əli. Tərsümə bu qəlbi közləyirəm mən, tərsümə bu qəlbi közləyirəm mən, Gül sədanı gələr izləyirəm mən, Məhdinin yolunu gözləyirəm mən, Məhdinin yolunu gözləyirəm mən. Var əhdi peymanım Əli, var əhdi peymanım Əli, ey dilim imanım Əli, ya Əli, dilim gözüm canım Əli, ya Əli. Gör bir sənin ağrı hansı kəsdir, görüşün üçün xanı ümid bəsləyir. Özün eşit səni nə cür səsləyir, özün eşit səni nə cür səsləyir. Əhl-i müsəlman